Salam, hər vaxtınız xeyir olsun. Əziz dövlət qulluğu müsahibə mərhələsinə hazırlaşan şəxslər, müsahibə deyəndə müsabiqə üzrə müsahibə ümumi və daxili nəzərdə tutula bilər. Ben bu video vasitəsilə son 10 gün ərzində mənim tələbələrimə verilən 20 dünya görüşü, 20 qanunverici suallar sizinlə bölüşmək istəyirəm və bilirsiniz ki, öz tələbələrimlə yanaşı YouTube-da olan, digər sosial şəbəkələrdə olan məni izləyən şəxslər heç vaxt unutmuram. Həmişə biz bir yerdə olmuşuq, həmişə öz köməyimi sizdən əsirgəməmişəm. Və siz də həmişə xoş sözlərinizi, arzularınızı, dualarınızı məndən əsirgəməmisiniz. Buna görə hər birinizə təşəkkür edirəm. Və elə isə yoldaşlar, bilirsiniz ki, biz harda qalmışıqsa oradan davam eləməliyik. Kanala abunə olmağı unutmayın ki, tezliklə 20K olaq. Və mən sizə son günlərdə öz tələbələrimə verilən qanun və dünya görüşü suallarını bölüşmək istəyirəm ki, siz də müsahibəyə hazırlaşırsınız, əziyyət çəkirsiniz ki, hansı istiqamətə hazırlaşacağınızı daha dəqiq biləsiniz. Bu videonun öz yoldaşlarınızla, müsahibəyə hazırlaşan tələbələrinizi göndərməyi unutmayın ki, onların da məlumatları olsun. Neysə, vaxt itirmədən gəlin başlayaq. Telefona baxıram, niyə? Çünki deyirəm birdən yadımdan çıxar, hansı suallar verilib, hamısını qeyd eləmişəm ki, sizlərə verim. Gəlin başlayaq. Deməli, birinci başlayıram qanunla. 20 dənə qanun sualı. Ola bilsin cavabını demədim, yəni cavabını çox güman ki, deməyəcəm. Çünki istəyirəm ki, bilən şərh hissəsini qeyd eləsin. Baxın, bizdə şərh hissəsini yazmaq elə bir ki, kimsə görəcək və yaxud da ki, şərh hissəsi ümumiyyətlə demək olar ki, çox az hallarda yazılır. Xoş sözlərdən başqa, nəsə sual verəndə və yaxud da nəsə soruşanda, məsələn, sual versən ki, Qarabağ bəyannaməsi nə zaman imzalanıb, paylaşırsan, demək olar ki, heç kim şərh yazmır. Amma bir video yükləyirəm, hansısa bir qanun izahında kifayət qədər şərhlər gəlir. Bax, indi bu nə qədər kim bilirsə, o saatdan şərh yazsın ki, budur. Ona görə də çoxsunun cavablarını deməyəcəm. Məsələn, qanundan birinci sual var. Qanun. Qanun demişik ki, 20 sual deyəcəm. 20 sual. Hətta gəlin bunu 25 eləyək. 25. Hərəsində 25-dən deyəcəm. Qanun 25 sual və dünya görüşü 25 sual. Yaxşı, hazırsınız? Getdik o zaman. 1. Təqsirsizlik prezumsiyası nədir? Təqsirsizlik prezumsiyası. İndi mən qısaltma yazacağım. Prezumsiyası nədir? Görün, bunun içindən sual cavab verəcəksiniz. 2. İndi burada qanun və dünya görüşü qarşılıqdır. 2. Dövlət məvacibi nədir? Dövlət məvacibi nədir? 3. Diskresion səlahiyyət nədir? 4. Dövlət məvacibin məbləği nədən asılıdır? Nədən asılıdır? Kimlər dövlət qulluğuna qəbul ola bilməz? Dövlət qulluğuna qəbul ola bilməz. 6. 5 azadlığımız hansıdır? 7. Milli Məclis hansıda buraxılır? 8. Vətəndaşların müraciətə baxılmasının prinsipləri. 9. Şifahi müraciət nədir? Sonra Prezidentin son səfəri yox, dünya görüşünü deyərəm. Prezidentin son səfəri. Deməli, sonra Milli Məclis buraxılır, onu yazmışam. İnzibati akt nədir? İnzibati akt nədir? 11. Əlverişli inzibati akt nədir? Hər şey aydındır mı? Bax, 11-dən sual sizə aydındır. 11-dən sualın içərisini bilmişik. Hələ ki, davam edirik. 12. Sənəd hansı üsulla rəsmiləşdirilir? Bu qələm yazmır. Siz lap yazmasa belə deyəcəm. Sənəd hansı üsulla rəsmiləşdirilir? Sənəd hansı üsulla rəsmiləşdirilir? Hansı üsulla rəsmiləşdirilir? A4, A5-in ölçüsü. Kərküzatdan çox sual verilir. Sənədlərin təşkilatda dövriyyəsi nədir? Sənədlərin təşkilatda dövriyyəsi nədir? 15. Maraqların toqquşması nədir? Və ona misal göstər. Ona misal göstər. 16. Bu 16-cı sual bilsiz nədir?
Bu korrupsiyaya qarşı mübarizə haqqında qanun 8-1-ci maddəsi var. 8-1-ci maddənin 1.3-cü bəndi. Yəni korrupsiya risklərinin müəyyənləşdirilməsi, qiymətləndirmə və təhlil işləri həyata keçirilərkən hansı məlumatlar nəzərə alınır? Bayır yazacağım ki, hansı məlumatlar nəzərə alınır. Və onu yenə deyəcəm sizə. Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 8-1-ci maddəsinin 1.3-cü bəndi. 17-ci sual. 17-ci sual. Dövlət qulluğuna xitam verilməsinin əsasları. Dövlət qulluğuna xitam verilməsinin əsasları. 17-dən sualın neçəsini bilmirsiniz? Hə, neçəsini bilmirsiniz? Sonra dövlət qulluğuna çox sual verilib. Son dövrlər, son 10 gündə tələbələrimə dövlət qulluğuna çox sual verilib. 18. Dövlət qulluğuna məhdudiyyətləri. 19. Sonra 55 manat söhbəti korrupsiya. 55 manat nədir? 20. Loyallıq nədir? 21. Məhkumluq yox. Siz ilk vəzifə proqramda var, onu sizə demirəm də, artıq sizin ehtiyac yoxdur. Elektron imza nədir? Elektron imza nədir? Elektron imza düzü sizin vəzifə proqramımızda yoxdur. Ümumiyyətlə dövlət proqramında qanunverici sistemində elektron imza, elektron sənəd haqqında qanun yoxdur. Amma bu elektron imza, elektron sənəd nədir deyə dünya görüşündən kimi sual verilə bilər. Amma yenə də mən qanunvericinin içində yazmışam. 22. 22 gəldi çatdıq eləmi? 22. Alınması məhdudlaşdırılan məlumatlar. Alınması məhdudlaşdırılan məlumatlar. 23. 23. Müraciət edən şəxsin hüquqları hansılardır? Müraciət edən şəxsin 9 dənə hüququ var axı. Hüquqları. 24. Prezident dövlətlərarası və hökumətlərarası müqavilənin bağlama hüququnu kimə verir? 25. Konstitusiyanın 59-cu maddəsini sual verir. 59 bilsiz nədir? Hər kəs nədən istifadə edərək azad sahibkarlıq hüququna məşğul ola bilər. Hər kəs öz imkanından, əmlakindən və qabiliyyətindən istifadə edərək azad sahibkarlıq hüququna məşğul ola bilər. Bax, bunun cavabı budur. Bax, 25 dənə dünya görüşü suallardır və inan ki, mənə bax, bu son, elə bir ki, mən qəbul vermişəm də, bax, son 10 gün ərzində demək olar ki, 10 dənə qəbulum var. Ən çox apellyasiya məhkəməsində və eyni zamanda icra hakimiyyəti orqanlarının qəbullarında qanuna verilən suala bax, sizin diqqətinizi çatdırdım. Sonra deyirsiniz ki, müəllim pisdir, sonra deyirsiniz ki, müəllim bizi yaddan çıxarıb, müəllim kurs açdı, müəllim yoxa çıxdı. Sonra o söz deyirsiniz. Bax, görürsünüz, çıxmayıb yoxa. Sizin yanınızdadır. Bu 25 dənə sualın neçə dənəsini bildiniz, şərh hissəsini qeyd edin və bunların cavablarını da şərh hissəsindən qeyd edin. Yaxşı. İndi gəlim 25 dənə dünya görüşünə. Mənim bu lövhəm, indi mən bu rayona gəlmişəm. Mən bütün videolarımı bilirsiniz ki, bu rayona çəkmişəm də. Bu lövhə mənə çox doğmadır və bütün videolarıma korrupsiya, məlumat azadlığı, dövlət dili, dövlət qulluğu olsun, bütün videolarımı ancaq bu lövhədə çəkmişəm və ona görə də bax artıq belə mən olmadığı dövrdə yıxılıbmı, nədir? Əziyyət olub lövhə. Və ümumiyyətlə bu lövhə niyə durduğu yerdə yıxılsın, o da hələ bəşəriyyətə məlum deyil. Və eyni zamanda bu lövhə artıq məndən sonra çox sirkələnir. Bu isə o deməkdir ki, mənim üçün darıxıb. Deyən görə işlər necə gedir yoldaşlar? Necə gedir işlər? Oxuya bilirsiniz. Hansı quruma hazırlaşırsınız? Şərh hissəsindən qeyd edin görüm. Elə bir ki, canlı həyatda dərsdəyik. Deyin görüm, niyə sakit qalmısınız orada? Hara hazırlaşırsınız? Müsahibəniz nə zamandır? Vəziyyət nə yerdədir? Qanunda, dünya görüşündə, vəsaitə proqramında nəsə problem var, problem yoxdur. Qəbul ola bilərsiniz. Dövlət qulluğu müsahibə mərhələsi test məhələsindən azaddır. Nə var ki burada? Nədən çəkirsiniz? Yəni burada həqiqətən nə çətin bir şey var ki? Qəbul ola bilərsiniz. Burada heç bir şey çətin yoxdur. Yaxşı. Yəni gəlin son günlərdə dünya görüşünə verilən suallara baxaq. Dünya görüşü 25 sual. 25 sual. 1. Getdik. Şərh hissəsində cavabları qeyd edin. Yaxşı. Şərh hissəsində cavabları qeyd edin. Deməli, dünya görüşü. Qadın milli qəhrəmanlar kimlərdir? İndi mən çox qısa yaza bilərəm də. Qadın milli qəhrəmanlar kimlərdir? 2. 2025 nə ilidir? 3. 2024 nə ilidir?
nə ilidir? 4. 2017 nə ilidir? Və səbəbi. Bax, bunun səbəbini soruşublar, səbəbi. Və 2017-dən başqa 2019-da nə ilidir və onun səbəbini soruşublar, ha? Amma bunu bir yerdə yazdım artıq. 5. Oxuduğunuz universitetin rektoru kim olub? Kim olub? 6. Doğulduğunuz rayonda, adın olduğunuz rayonda şəhidlər kimlərdir? Milli qəhrəmanlar kimlərdir? Video çəkirmi? Problem yoxdur ki. Aha. Milli qəhrəmanlar kimlərdir? 7. Təqsirsizlik özümcəsini danışdım. İşğaldan azad olmuş rayonlarda, bizi nə soruşur? Şərqi Zəngəzur iqtisadi zonasına, bax, Şərqi Zəngəzur iqtisadi zonasına hansı rayonlar daxildir? Hansı rayonlar daxildir? Bunu soruşub. 8-ci sual, işğaldan azad olunmuş rayonlar sıralaması ilə deyil. 9. Prezidentin ən son səfəri. 10. Robotexnika nədir? 11. Prezidentin Çin səfərində hansı paradda iştirak elədi? Hansı paradda iştirak elədi? 12. MDB oyunları haqqında danış. 13. COP30 harda keçiriləcək? 14. COP1 harda keçirilib? 15. Hökm qərar yox, bu əsas bu vəsat proqramdır. Dirçəliş gün 15. Dirçəliş gün nə zamandır? Dirçəliş gün nə zamandır? 16. Bu rayonlar niyə iqtisadi rayonlara bölünür? Ümumiyyətlə, bu, məsələn, Şərqi Zəngəzur olsun, Qarabağ olsun, Mir Muğan olsun. Bunlar rayonlar niyə iqtisadi rayonlara bölünüb? Onun səbəbini soruşub 17-də, 16-da. Niyə iqtisadi rayonlara bölünüb? 17. Azərbaycan Respublikasında meşələrin neçə faizi qoruq meşələrinə aiddir? Qoruq meşələrinə aiddir və yaxud da ki, qoruq meşələrdə biz nəyə soruşur ümumiyyətlə? Lap qoruq meşələri olmasın. Bu tarix abidələri, memarlıq abidələri və yaxud da ki, bu, məsələn, bizi nəyə soruşur? Azərbaycan tutalım ki, 12% meşəsi var. 12% meşəsinin içərisindən, ümumiyyətlə, Azərbaycan 12% meşə əhatə edir və bu 12% meşənin neçə faizini ümumiyyətlə bu Hirkan kimi meşələr, hansı ki, istiyasına daxil edilmişdir, Hirkan kimi meşələr və yaxud da ki, qoruq meşələrə daxildir. Onu soruşub. 18. Deməli, 27 sentyabr nə gündür? Nə günüdür? Sonra son səfər haqqında danışdım. Nuru Paşa haqqında danış. Nuru Paşa haqqında danış və Nuru Paşa haqqında nə bilirsən? 19 budur. 20. Qarakənd hadisəsi. Qarakənd hadisəsindən danış və Qarakənd hadisəsindən baş verib. 20. Bunu bildik. Sonra termin. Deməli, dispozitiv imkan nədir? Dispozitiv imkan nədir? 22. Düzdür, bu, bilirsiniz nədir bu? Deməli, normativ hüquq haqqında konstitusiya qanunun əsas anlayışlarından biridir, amma yenə dünya görüşü kimi sual verir. Sonra, termin var idi, onu yadıma salmaq istəyirəm, bura qeyd etməmişəm. Bilirsiniz, mühasibə haqqında qanun yox. Büdcə sistemi haqqında qanunun maddə 2 ən vacib əsas anlayışlarından biri idi. Bilirsiniz nə? Sekvestr. Sekvestr nədir? Sekvestr, ümumiyyətlə sekvestr olsun, subsidiya olsun, subvensiya olsun, dotasiya olsun. Bax, adını yazmıram, təkrar edirəm. Sekvestr, subsidiya, subvensiya, dotasiya, yerli büdcə, yerli xərc. Bunların hər birisi
Mən sizi başa düşürəm. Büdcə sistemi haqqında qanunun əsas anlayışlarıdır. Amma yenə də dünya görüşü sual verilə bilər. Çünki iqtisadi termindir. Bunları da saxlayın. 23 23 Ümumi Giro ya sizə vəsfa proqramı deməyəcəm çünki vəsfa proqramı sizə aid deyil. Aha, ən son açılan universitet, ən son açılan Azərbaycanda ən son açılan universitet hansıdır? 24 Dünyanın ən böyük ölkəsi həm ərazisinə görə soruşub, həm də əhalisinə görə soruşub. 25 Onun adı nədir? Amerika, İsrail, Fələstin, Ukrayna. Ortaq, fərqli cəhətləri. Amerika, İsrail, Fələstin, Ukrayna ortaq və fərqli cəhətləri. Deməli 1, 2, 3, 4 dənə ölkənin. Bu sizdən soruşublar. Ümumiyyətlə müsahibə soruşublar. Baxın, əziz yoldaşlar, gördünüz, artıq 25 dənə qanun, 25 dənə dünya görüşü suallarını sizə təqdim elədim və şərh hissəsində qeyd edin ki, içindən düzgün çıxdı. Bunu da həqiqətən də öz tələblərimdən başqa bu sualları heç kimə vermirəm. Yəni bunu özünüz bilirsiniz, məni tanıyırsınız ki, bu sualları sizə də verdim. Bəlkə də bu videoya baxan əksər namizədlər başqa müəllimlər hazırlaşır və yaxud da ki, yəni kiməsə kömək alır. Amma mənim üçün heç bir fərqi yoxdur. Çünki mənim qəlbimdə həmişə bir olub, həmişə də bir olacaq ki, özü hazırlaşanlara, lap başqa mənim yanında hazırlaşanlar da bu çox güman ki, bu videoya baxırlar. Və elə ola bilsin ki, başqa müəllimlər də bu videoya baxırlar. Çünki demək olar ki, həm mənim sosial şəbəkələrimdə, həm də videolarımda ancaq oturub dururlar bəzi müəllimlər. Ona görə olan tələbələr də əlbəttə ki, buradadır. Hər birinizə xoş gəldiniz deyirəm. Bax, bu videoda vasitəsilə sizə göstərmək istəyirəm ki, son gündə müsahibədə verilən suallar bax bunlardır. Əziz yoldaşlar, yaxşı hazırlaşın, ciddi hazırlaşın və həmişə doğru ünvanda hazırlaşın. Mənim yeni müsahibə qrupum bu həftə ərzində başlayıb, o qrupa da qoşula bilərsiniz. Sizi inandırıram. Bax, həqiqətən də ola bilsin mənim bu sözüm biraz sizə belə şişirdilmiş mənada gələ bilər. Amma inanın ki, elə deyil. Bu 25 dənə sualın, bax, həqiqətən deyirəm, bu 25 dənə sualın təxminən 21 və ya 22 dənəsi mən dünya görüşü sualımdır. Dünya görüşü kitabımdandır. Dünya görüşü kitabım, bax, 60 səhifədir elə, 60 səhifədir. Həqiqətən deyirəm, bax, bu müsahibə suallarının 25 dənəsindən 21 və ya 22 dənəsi, lap niyə 22 də çıxıram. Yəni 21 dənəsi mənim dünya görüşü kitabımda olan suallar. Sizi inandırıram ki, bu belədir. Bu nəyə görə deyirəm? Ona görə deyirəm ki, mənim qəbul olan tələbələrim yoxdur. Olan hər birisi 300, 500, 700, 130 bu səhifə kitabı oxumayıblar. Bu 60 səhifə kitabı oxuyublar və dünya görüşünə verilən sualların əksəriyyətinə cavab veriblər. İndi 25 sualdan 21 dənəsi əksər yox, daha çox sayılır, amma mən əksər suallar deyirəm. Siz istəyirsiniz, o dünya görüşü kitabını əldə edə bilərsiniz PDF formasında. Bu nömrənin şərh hissəsində qeyd etdiyim nömrəyə əlaqə saxlaya bilərsiniz. Əgər yox, qanunvericiliyi, dünya görüşünü, vəzifə proqramını, praktiki və loğru dil şəklində öyrənmək istəyiriksə, bizim orada rəqiblərimizdən fərq yaradıb müsahibə keçmək istəyiriksə, cəsur mənim keçən tələbələr kimi, o zaman müsahibə dərslərinə qoşula bilərsiniz. Həm əyani, həm də onlayn. Kanala abunə olmağı unutmayın ki, bu tip videolar sizin qarşınıza çıxsın. Növbəti videolarda görüşərik.